Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mursalin. Alə nebinə Muhammed və alə alihi və sahbə əcma'in. Deməli, dəyərli qardaşlar, bir video qarşıma çıxdı bu TikTokda. Deməli, bir blogger son zamanlar Azərbaycan haqqında, dəvət haqqında fikirlər irəli sürür. Hansı ki, Azərbaycandakı dəvətlə heç bir əlaqəsi yoxdur. Sonra da gedir, misal üçün, bu İxvan, neçə sifəti olan Yusuf Qardavuçi, Veysəllə görüşür, Veysel Hocaoğlu'na. Onların Azərbaycandakı dəvəti müzakirə edirlər. Hansı ki, Veysel Gürcüstandakı dəvəti müzakirə eləməyə layiq deyil ki, aləm vurur bir-birinə. O məsələyə qayıdacağım. Deməli, bu Fəxruddin Saxur adlı bir nəfərdir. Son zamanlar blogerdir. Başa düşürəm, Türkiyədə yaşayır. Nə bilim, piket təşkil edir, sonra aksiya təşkil edir. İran-İsrail münasibətlərinə rəy bildirir. Öz işidir. Mən onu qarışmıram, amma görürəm ki, Azərbaycanda dini məsələlərə müdaxilə edir və yanlış fikirlər irəli sürür. Çünki nəyə görə? Dini məsələlərdən danışmaq üçün, rəy bildirmək üçün, gərək sən insan dəvətçi olsan, dinin dəvəti ruhunu bilərsən. Sən dəvətçi deyilsən və həmçində mövqeyi tutursan, ancaq misal üçün Veysəldən danışırsan, onunla oturursan, Əlxandır və s. və s. Amma sən əgər haqq əhlisənsə, qarşı tərəfdə olan insanlardan bir mikrofonu uzat, denə ki, yaxşı, bunlardan salamı niyə kəsmişsiniz? Səbəb nədir də? Səbəbi heç nə öyrənmədən artıq sən bəllidir, mövqe bildirirsən və bu fəaliyyətinlə də təkfirçi, xavaric, işitçi, nə bilim, harada batil əqidədə olanlar, dövlət əleyhinə olanlar, əskərə, orduya tağut deyənlər dəstək verirsən. Və həmçində nəqildə düzgün hərəkət etmir bu insan, bu qardaş. Yəni, ayıbdır yəni. İnsan dürüst olar. O məsələni mən meydana gətirmişəm, o məsələni düzgün çatdır. Sən bilmirəm, indi haradan necə eşitmişsən, o məsələni mən ilk dəfə gündəmə gətirmişəm. Bu 77 sifət, 1077 sifət Əlxan Musayev gedir məscidlərə, problem yaradır. İnsanlara görüşmək istəməyən insanlar var, görüşmürlər. Salam vermək istəmirlər. Çünki nəyə görə? Sən anlamazsan. Çünki birinin qardaşı Suriyada ölüb bunun fətvası ilə, birinin xalası oğlu gəlib Suriyada ölüb, ailələr dağılıb, istəmirlər bu insanla görüşmək. Fitnə də deyirlər bu insanlar. Bu insana oturursan, ya təkfirçi olsan, ya xavaric olsan, ya səndə mənfi bir fikir atır ortaya, azıb gedir insan. Nə qədər insanlar azıb? Həmçinin heç bir tələbələr bununla görüşmürlər. Oturmaq istəmirlər, qaçırlar. Qaba gəlməkdən qaçırlar. O məscidə getmişdi, görəndə ki, bu gəlir, 2 nəfər üz döndərib gediblər, arxalanca deyib ki, bunlar rafizidir, təhqir edib. Yox, onlar rafizə də olmayıb. Normal insanlar olub. Amma sən bu məsələni düzgün çatdırmırsan. Baxın, bu səsində nə deyir? Yəni, məsələ belə olmayıb, dürüst çatdır. Baxın, görün nə deyir bu insan. Aleyküm. Azərbaycanda bir məsciddə baş verən əhvala. Bir qardaş, elm tələbəsi, dəvətçi gəlmiş məscidə və orada bir qrup müsəlmanlara yanaşıb Assalamu aleykum deyə onlara salam vermiş. Və bu qrup müsəlman üzlərini çevirib getmişlər. Və bu birinci bir qrup müsəlman olmayıb, üzlərini çevirib gedən 2 nəfər olub, istəmirlər görüşməyi. Yəni, səni nə maraqlandırır? Bu adam şərdir, fitnədir. Bu adam heç adil cəmaatı görüşmür. Adil cəmaatı, digər bütün tələbələr bundan çəkindirirlər. Heç kimsə bundan oturmaq istəmir, öz xalası oğlundan başqa. Bu insan hamısı deyir, şərdir deyir. Yəni, bunun fətvalarıyla insanlar Suriyada öldü, ailələr dağıldı. Bunun yanlış yöndəlməsi, nə qədər insanlar xavariclərə qoşuldu, bəziləri var ki, türmələrdə çürüyürlər. İstəmirlər də, qardaş, istəmirlər bundan görüşmək. Şər deyirlər bu insana. Sən isə durmuşsan ki, bir dəvətçi. Nə dəvətçi? Sən xəbərin var? Azərbaycan nə qədər insanları təkfirçi, xavarici, işitçiliyə qoşulmasına səbəb olub. Suriya fətvalarıyla nə qədər insanlar işidə qoşuldular, gedib öldülər. Ailələr dağıldı. Uşaqlar öldü, yoldaşları dul qaldı, analar ürək partlayıb öldü. Oturmuşsan belə İstanbulda piket, nə bilim, bir şeylə təşkil etsən, durub Azərbaycandakı durumu bilmədən hələ bir buna rəy də bildirirsən. Baxın. Sual vermiş, siz rafizi misiniz? Sual zad verməyib, siz rafizi. Təhqir eyib olar ki, bunlar rafizlərdir, mənə salam vermirlər. Təhqir eyiblər onu. Təhqir eyib onları. Mən məsələni qaldırdım ki, insan ondan uzaq durun. Yaxın durmayın o insana, uzaq durun, qaçın. Yalandan götürdü, yaydı ki, məni döydürmək istəmişik. Bilmirsən bu insan şərdir? Sən get öz işindən məşğul ol, hara başlayıb soxursan dəvət məsələlərə? Sən bu dəvətdə sənə bir rolun olub, yəni barmağı daşın altına mı qoymusan? Sən heç nədən xəbərin yoxdur, düşmüsən orada Veysəlin yanına qaçsan, burada Əlxanı, orada filankəs. Bu insanları nə qədər bugün də Azərbaycanda yox idi, 9 ilə yaxın Türkiyədə idi. Azərbaycanda təkfirçilik sıfıra düşmüşdü, indi yenidən gəlib işitçi, təkfirçi, xavaric, dövlətə kafir deyən, orduya kafir deyən, tağut deyən hamısını bir yerə yığır ki, biz qardaşı onları daha da gücləndirir. Onlar deyirlər ki, bizim elm əhlimiz Əlxan Musayevdir. Bu insanda neçə dənə sifət var? Sən xəbərin yoxdur. Mən insanlar görmüşəm ki, təkfirçi oldular. Soruşdum onların, bilgisini gördüm. Təkfirçidən sonra oldular İxvan. Dedim, siz bugünə niyə düşdünüz? Deyir ki, sən bilmirsən. Hətta o vaxt dedi, məscid olan vaxtı deyil. Üzdə başqa şey danışırdı. Evlərdə bizi yığıb səhərə qədər başqa təbliğat apardı. Bir də gözümüzü açdıq ki, Suriyada Fəth, təkfirçilərin Fəth mədrəsəsindəyik. Sən xəbərin yoxdur, gəlir sənə başqa şey danışır. Bu insanda 1077 sifət var. Qaldı ki, salamı kəsməyi bilmirsən. Cəhd ədil, ağzıma bir dənə kəlmə veriblər ki, cərh edirlər. Sənin xəbərin var, kimlərdən əlaqəni kəsmək olar? Cəhd ədil elmi nə deməkdir? Səsində deyir ki, mənə də salam vermədilər. Biz deməmişik ki, ümumi sən kimi cahil insanlara salam verilməsin. Salam verilir.
Müəyyən insana salam kəsilir ki, çünki onların şərri daha pisdir. Şərri böyükdür, insanları aldadılar, insanları ölümə göndərdilər, ailələri dağıtdılar. Bilmirsən bu məsələləri, girmə söhbədə. Bax, misal üçün, alimlərdən soruşurlar, müftədi. Müftədi kimdir? Xavariclərə dəstək verən, xavarici dəstəkləyən. Bu insan hələ sənin xəbərin var. Mustafa İslamoğlu kimi qədər inkarcısı, hədis inkarcısını ölkədə qoşuldu, ona 5 il onun təbliğatını apardı, onun kitablarını tərcümə elədi. Nə qədər insanlar hədis inkarcısı oldu. Buna qarşı mübarizə apardıq, bəyan elədik, susardıq. Hətta bunu ən yaxın olanlar mənə yanıma gəldilər ki, Yaşar qardaş, o gələcək Kuveytdə deyib ki, açıqlama verəcəm. Dedim, heç bir açıqlama vermədi. Nə qədər insanlar azdır. Baxın, onlara qarşı salamı kəsmək bu dini dəyərdir. Nəyə görə? Onların şərrindən insanlar uzaqlaşdırmaq üçün. Ki, insanlar onun fitnəsinə düşməsinlər. Bu barədə bütün alimlər danışır, bu barədə dəlillər var. Hətta Peyğəmbərimiz s.ə.v müsəlmanla belə onları cəzalandırmaq üçün belə əlaqəni kəsib. Qaldı ki, bidət əhli bilmədiyi məsələlərdə danışma. Buna görə Allah qarşısında məsuliyyətə cəlb olunursan. Əl-mütələvvin bilirsən kimdir? Mütələvvin bir neçə sifətə düşən. Bundan bunu danışır, bundan bunu danışır. Bundan gedir deyir ki, sən haqsan, buna deyir sən haqsan. Təkfirçi, hamımız qardaşı və nə qədər insanları aldadır. Nə qədər insanlar yanımıza gəlirlər. Subut olub, oturur normal kimi danışır, təkfirçi kimi danışır. Sonra təkfirçiyə zəng edirlər ki, axı sən falan idi belə demirsən. Deyir, qorxdum ki, onlar birdən dövlət adamı olar, onlara uyğun danışır. Belə din var, dövlətə uyğun danışmaq, falan kəsə falan şey danışmaq. Belə iki başlı din var. Təkfirçilər deyirəm kimi dinləyirsiz, Əlxan Musayevdir, amma onun falan dərsləri var. Orada misal üçün sizin əlinizə danışır. Bizim xəbərimiz əvvəlcədən bizə xəbər göndərir ki, falan şeylə danışacağam, fikir verməyin, sizə aid deyil. Niyə? Mənə təzyiq var dövlət tərəfindən. Belə təbliğat var. Ona görə nə deyir alimlər? Əl-mütələvvin, rəngə düşəndir, dinində ittiham elə. Necə? Üzdə başqa şey danışır, xüsusi məclislərdə başqa şey danışır. Bu bidət deyil. Nə qədər insanlar təkfirçi xavarici oldu? Bu gün də bu proyekti Azərbaycanda aparır, hansı ki bu müsəlman proyekti deyil. Yığır hər yerə xavariclər tədricən itib azıb gedirlər, onları dəstəkləyən olmayanda qarışırlar insanlara, ailə problemləri və yaxud da ki məişət, qazanmaq və s. Amma bunları bir yerə yığır, hamımız qardaşıq, bir olmalı, daha da onları gücləndirir və ölkəyə qayıdandan sonra yenidən təkfirçilik, xavarici baş alıb gedir, güclənib. İndi bundan salam kəsmək bəyəm olmaz, əksinə belələrindən salam kəsilməlidir. Bilmirsənsə danışma, heç olmasa bidət əhlinə qarşı, belə bidət yeyənlərə qarşı alimlərin bir mövqeyini oxu, görüb alimlər bu haqda nə deyiblər, dəlilləri nədir? La ilahe illallah. Yoxsa düşmüsən ixvan metodunun içərisinə və sonra gedirsən Veysəldən bu məsələləri müzakirə etsən. Veysəl iki uzunqulağın arpasını bölə bilmir Gürcüstanda. Azərbaycan necə onunla müzakirə etsən, Azərbaycan haqqında rəy bildirir. Bu insan gah Yusuf Qardaviçili elədi, gah ixvanlığı təbliğ elədi, gah bir ara təkfirçiləri gücləndirdi Gürcüstanda. Təkfirçilər o qədər oturdu ki, təkfirçilik gücləndi, sonra qarşısını ala bilmədi. Hətta bunun mavinlərindən birisi həbs olundu. Özü getdi ölkədən, sonra tezdən qayıda bilmir, tezdən qayıtdı. Nə oyun açıb cəmaatın başına? Soğanlı kəndində cəmaat dedi ki, mənə tabe olmalısın. Dedilər ki, sənə tabe olmaq nə deməkdir? Bu dindir bəyə. Gəlib demiş ki, orada Kamil qardaş ki, sən mənə tabe ol, eləyəcək insanlar sənə ayağı öpəcək. Bunun ki, din deyil bunların ki. Dedilər, get işinlə məşğul ol, getdi Soğanlı kəndə təkfirçilər üçün Kuveytin pulu ilə məscid dikdi. Orada Ansar deyən birisi imam qoydurdu. Oranın cəmaatı dağılsın deyə. Ansar indi onun əleyhinə də oldu. İndi Veyselə də kafir deyir. Təkfirçilik yayır. Bu insanın neçə başı var? Xavariclə otur, ixvanla otur. Yusuf Qardav öləndə elə bir Facebookda cəmfəşanlıq edib ki, atası öz ilə danışmaz. Ay İslam aləminin nəlim filan şeyi öldü. Nəyi öldü? Həlak oldu, getdi. Yusuf Qardav deyil, Qərbin Ərəb Baharının proyektinin müftisi fətva verdi, Qəzzafını öldürün, Misri qarışdırdı, Tunisi qarışdırdı, Suriyanı qarışdırdı. O fətvalarla Qərbin proyekti idi Ərəb Baharı. Ərəb Baharı proyekti Suriyaya dayandı. Yoxsa davam edəcəkdi, bütün ölkələrə gedəcəkdi, bütün İslam dünyasını bürüyəcəkdi, hər yeri dağıdırdılar. Qərbin proyekti fətvaları ilə kim dəstək verdi? Yusuf Qardavi. Milyonlarla insanın qanı var belində. Bu sənin Veysəlin budur. Veysəl Gürcüstanı xaraba günə qoyub hələ Azərbaycan haqqında rəy bildirir. Gedin işinizlə məşğul olun. Siz dəvətin ruhu nədir bilmirsiniz. Əlinizə almışsınız bir dənə mikrofon, düşmüşsünüz ortaya. Hələ birisi də var. Adı Fərhaddır, Fəriddir. Bir ara getdi Dubaya işləməyə, sonra getdi Türkiyəyə. İndi olub Mr. Dandastik. Mr. Dandastik adı ilə YouTube'da açıb blogerlik eləyir. Veysəli danışdırır, Azərbaycanı müzakirə edirlər, Azərbaycana dini duran müzakirə edirlər. Veysəl kimdir Azərbaycan dini duran müzakirə etsin? Sənin xəbərin var? Nə oyun açdılar cəmaatın başına? Veysəl deyil, təkfirçiliyi yaydı Azərbaycanda. Tezdən bura gəlib, yenidən Əlxana dəstək verib, təkfirçiliyi gücləndirmək istəyirdilər. Siz nə danışırsınız? Oturmuşsunuz Türkiyədə, gündə bir dənə mənhəcə düşürsünüz. Mr. Dandastik olub, Mr. Fantastik olub. Gedin işinizlə məşğul olun. Dəvətdə nə rolunuz var, dəvətdə nə əziyyətiniz var. Oturmuşsunuz, hər əlinizdən bloger, pul qazanmaqla məşğulsunuz. Güya din dərdi çəkirsiniz. Qoşulmuşsunuz orada Veysələ. Veysəl Əlxan deyil, Suriya cihad adına fitnəni dəstəklədilər. Nə qədər insan gedib işi də qoşuldu. Mənim jurnalist dostuma təzyiq edildilər o. Sənin olduğun ölkədə bəzi o vaxtı sayt var idi, Times, başına demirəm. Deyirdi ki, mənim dostuma ki, Əlxanla Veysəl haqqında mənfi yazı yazma. Onlar bizimlə bərabərdir, Suriya cihadını dəstəkləyirlər.
Nə qədər insan ölümə getdi, özləri keyfinə otururlar. Elə özləri gedərdilər, vuruşardılar da. Yəni məsələ bu deyil. Oturmuşsun Türkiyədə, biri piket keçirir, biri nə bilim get öz işinə məşğul ol, siyasətçisən, nəsən? Qarışma dini məsələlərə. Bilmirsən sən durumu, dini dəvəti ruhunu anlamırsan sən. Dəvəti ruhunu düzgün mənhəcli olan insan anlayar. Qoşulmuşsunuz gündə bir dənə rəngə düşən insan. Baxın nə deyir alimə? Bir insanı görsən ki, ümumidə başqa şey danışır, xüsusidə başqa şey danışır, onun dinində ittiham edir, o şər əhlidir. Bu şər əhlidir bunlar. Azərbaycanda təkfirçiliyin yayılmasının ən böyük səbəbkarı Əlxan Musayev oldu. Gizlində başqa təbliğata var. Telefonları söndürür, Ben Laden tərifləyən insandır bu. Telefonları söndürür, Ben Laden tərifləyir. Cihada gedin, adım olmasın. Hələ Çeçenistana nə qədər insanların getməsinə səbəb oldu ki, gedin, onlara gediblər, qoşuldular o vaxtı. Nə bilim, İslam əmirliyidir, filandır. Nədir? Gedin, cihadda adım olmasın. Mən tutdum onu, sübut elədim ki, üzünə durdular ki, sən demədin ki, cihadda getdi ya, qızardı, qaldı. Bunların neçə sifəti var? Düşünmüsünüz bunların fitnəsinə, bunlara görə dini dəvətə rəy bildirirsiniz. Gedin işinizlə məşğul olun, siyasətçisən, nə sən, blogersən. Veysel kimdir ki, eşyan arpasını bölə bilmir, Gürcüstanı qarışdırıb, təkfirçi baş alıb gedib, Azərbaycanın dini durumu izah edir. Buradan birisi niyə salam vermirlər? Sən xəbərin var, bax şimdi nələr baş verir. Ged işinə məşğul ol, Türkiyədə nə işinə məşğul ol, özün bilərsən, blogersən, siyasətçisən, piket keçirirsən, nə bilim, İsrail əleyhinə, İran əleyhinə və yaxud da bu məsələlərdə piket, nə bilim, aksiya keçirsən, özün bilərsən, ged öz işinə məşğul ol. Dəvət sizli deyil, biri Mr. Dandastikdir, biri nə bilim, Fəxruddin Saxurdur, adı ilə çıxır. Allahdan qorxun. Buna görə Allah hesab verəcək qiyamət günü. Başınız çıxmır, nə zaman hicr olunur, tərk edilir, hansı məsələlərə görə fitnanın qarşısını almaq üçün heç nədən xəbəriniz yox. Oturmusunuz ixvanlarla ağzını istəyir də. Allah sizə islah eləsin.